Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyindən təqdim olunur. Əsas mövzuya keçməzdən əvvəl aqro xəbərləri izləyək. Azərbaycanda kənd təsərrüfatında süni intellekt tətbiq ediləcək. Beynəlxalq tərəfdaşlarla birlikdə artıq illik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlayırıq. Bunu Bakı İqlim Fəaliyyəti həftəsində çıxış edən Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov deyib. O qeyd edib ki, yol xəritəsinə 30-dan çox praktiki istifadə nümunəsi daxildir. Bildirilib ki, yol xəritəsi məhsul müxtəlifliyinin xəritələşdirilməsindən və torpağın monitorinqindən tutmuş, məhsuldarlığın proqnozlaşdırılmasına və suya qənaət edən suvarmaya qədər sahələri əhatə edir. Pilot layihələr artıq həyata keçirilir və yaxın zamanda ölkə üzrə tətbiq olunacaq. Bu data əsaslı alətlər fermerlərimizə daha ağıllı qərarlar verməyə, davamlılığı gücləndirməyə və illər ərzində əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək. Nazir vurğulayıb ki, ağıllı kənd təsərrüfatı suyun və torpağın dayanıqlı idarə olunması ilə yanaşı getməlidir. Çünki suvarmanın müasirləşdirilməsi həyati əhəmiyyət daşıyır. Bu səbəbdən yarım səhra bölgəsi olan ölkəmizdə hər damcı suyu qoruyan iqlimə davamlı su sistemlərinə sərmayə yatırırıq. Eləcə də nəqliyyat və ağıllı şəhər inkişafı emissiyaları azaltmaqla və daha yaşıl, səmərəli təchizat zəncirləri qurmaqla bu səyləri tamamlamalıdır. Şərur rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi Tədqiqat İnstitutu, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və Toxum Sərgi Satış Yarmarkası keçirilib. Yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədi ilə təşkil olunub. Tədbirdə fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradılıb. Yarmarkada payızlıq taxıl bitkilərinin, tərəvəz və yem bitkilərinin yüksək keyfiyyətli toxumları, meyvə və ting materialları, eləcə də yeni yaradılmış və yüksək məhsuldarlığı ilə seçilən sortlar nümayiş etdirilib, regionun iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortlarının sərgisi və satışı, həmçinin kənd təsərrüfatına dair müxtəlif məhsul və texnologiyaların nümayişi təşkil edilib. Fermerlər dövlətin aqrar sahəyə yönəltdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat əldə edib, toxumun təminatı və məhsuldarlığın artırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçiriblər. Sərgidə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Rəsmi açılış mərasimindən sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkən fermerlərə sığorta ödənişləri təqdim olunub və festival ərazisində stendlərə baxış keçirilib. Qeyd edək ki, Aqrar Biznes Festivalı və Toxum Sərgi Satış Yarmarkası çərçivəsində Naxçıvanda dövlət özəl tərəfdaşlıq çərçivəsində aqronomların Naxçıvan forumu və aqrar sahədə dövlət dəstək mexanizmləri mövzusunda panel müzakirələr də keçirilib. Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə aqrar təlim platforması hazırlanır. Yeni platforma ölkə üzrə fermerlərin, kənd təsərrüfatı sahəsi üzrə təhsil alan tələbələrin, eləcə də aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Platformada əkinçilik, bitkiçilik, meyvəçilik, heyvandarlıq, kənd təsərrüfatı texnologiyaları, iqlim dəyişikliyi və qabaqcıl aqrar təcrübələr kimi müxtəlif sahələrdə onlayn təlim modulları öz əksini tapacaq. İstifadəçilər video səslər, interaktiv testlər, tədris materialları, məsləhət xidməti və sertifikatlaşdırma imkanlarından yararlana biləcəklər. Yeni platforma informasiya məsləhət xidmətinə çıxışı asanlaşdıracaq və fermerlərə gündəlik fəaliyyətlərində operativ dəstək göstərəcək. Bu platforma vasitəsilə həm ənənəvi, həm də müasir aqrar texnologiyalar barədə praktiki məlumatları hər kəs istənilən vaxt əldə edə biləcək. Yenilikçi yanaşma əsasında hazırlanan portal, mobil cihazlara uyğun interfeys, axtarış sistemi, şəxsi kabinet və davamlı yenilənən məzmun ilə fərqlənəcək. İstifadəçilər kursları tamamladıqdan sonra rəqəmsal sertifikat əldə edə biləcəklər. Aqrar təlim platformasının növbəti mərhələdə elektron kənd təsərrüfatı informasiya sisteminə inteqrasiyası nəzərdə tutulur.
Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxan əziz tamaşaçılar, hörmətli zəhmətkeşlər. Çox maraqlı bir mövzudan danışacağıq bugün. Azad edilmiş ərazilərdə deməli, kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsi. Bu çox maraqlı bir layihədir. Artıq başlayıb sentyabr ayının əvvəlindən etibarən. Bu müsabiqənin əsas mahiyyəti nədən ibarətdir? Kimlər bu müsabiqədə iştirak edə bilər? Bu və digər sualları qonağımla müzakirə edəcəyik. Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdürü Firidun Tağıyev bizimlə bərabərdir. Firidun müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Xoş gəlirsiniz müəllim. Elə qeyd elədiyim kimi, Firidun müəllim, girişdə ilk dəfədir elan olunan bax bu müsabiqə deməli sahibkarlıq subyektlərinə icarə verilməsindən bağlı işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəsindən söhbət gedir. Artıq bununla bağlı müraciətlərin və yəni ki, ərizələrin qəbuluna başlanılıb. İlkin mərhələdə, yəni bu mərhələdə hansı rayonlar üzrə bu proses həyata keçiriləcək? İstərdim ki, söhbətə buradan başlayaq. Doğru buyurdunuz Ruslan müəllim. Təbii ki, bildiyimiz kimi ötən ilin noyabr ayının 27-sində möhtərəm cənab prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş torpaq idarə etmə konsepsiyası əsasında işğaldan azad olunmuş ərazilərdə torpaqların icarəyə verilməsi prosesinə başlanılmışdı. İlk öncə təbii ki, prioritetli təşkil edən məsələmiz məskunlaşan kəndlər idi ki, burada da Ağalı kəndində başlamışıq, Balıca kəndində hazırda proses davam edir və paralelində elə həmin fərmanla təsdiq edilmiş bir qaydalar var idi ki, kompakt, investisiya yönümlü, kəndlərdən daha uzaqda yerləşən torpaqları müvafiq qaydada, o təsdiq olunmuş qaydalarda bunun tələbləri var. İnvestorlara, yəni sahibkarlara, bəli, burada artıq ölkə üzrə, yəni belə deyək də, bir aydın olması üçün, vətəndaşlarımıza aydın olması üçün bildirim ki, burada təkcə işğaldan azad olunmuş ərazilərdə qeydiyyatda olan məskunlaşmış əhalidən söhbət getmir. Ölkə üzrə bütün vətəndaşların iştirak edə biləcəyi bir formatdır, bir müsabiqə formatıdır. Yəni ki, Azərbaycanın digər rayonlarında yaşayan istənilən şəxs də bura qoşula bilər. Yəni, keçmiş məcburi köçkünlər məhdudiyyəti yoxdur. Onlarla məhdudlaşmır. Ümumilikdə bu ölkə ərazisində işğaldan azad olunmuş ərazilərdə investisiya yönümlü fəaliyyət göstərmək istəyən, söhbət kənd təsərrüfatı fəaliyyətindən gedir. Şəxslər üçün torpaqların icarəyə verilmə məsələsidir ki, burada investisiya müsabiqəsi qaydası ilə bunun icarəyə verilməsi nəzərdə tutulur. Və bununla bağlı biz analizlərimiz nəticəsində müəyyən etdik ki, ilk olaraq 3 rayonda bu istiqamətdə elana çıxaq. Bunlar Xocalı, Xocavənd və Laçın rayonudur. Xocalı və Xocavənd rayonunda elana çıxdığımız ərazilər əsasən bağçılıq fəaliyyəti istiqamətindədir ki, burada dediyimiz kimi işğaldan azad olunmuş ərazilərdə elə ən çox bağ sahələri həmin rayonların payına düşür. Bəli, və burada bu bağçılığın davamını gətirmək, o sahələri massivləşdirmək və davamlı bağçılıq fəaliyyətlərinin qurulması üçün ilkin olaraq seçilmiş ərazilərdən investisiya müsabiqəsinin elanı artıq 1 sentyabrdan belə deyək, elan olunmuşdur. Və hal-hazırda proses gedir. Bəli, hal-hazırda proses gedir. Müraciətlər elektron qaydada qəbul olunur, elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə və buradan da bütün yenə investorlara, xüsusən də indiyədək, yəni bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərdə torpaqlar azad olunandan həmin ərazilərdən məcburi köçkün düşmüş şəxslər, eləcə də xaricdə yaşayan Azərbaycan vətəndaşları, xarici vətəndaşlar, fiziki və hüquqi şəxslərdən çoxsaylı müraciətlər olmuşdu. Orada kənd təsərrüfatı fəaliyyətlərini belə deyək, qurmaq, davam etdirmək məqsəddir. Bunların hamısı indiyə qədər bizə olunan müraciətlər hamısı söhbət belə deyək, 44 günlük müharibə və ondan sonraki antiterror nəticəsində torpaqlarımızı azad elədikdən sonra olan müraciətlər təxminən bir 5 il ərzində. Bəli. Təhlil olunub bunlar hamısı. Bütün müraciətlər Kənd Təsərrüfatı Nazirliyində qeydiyyata alınmışdır. Həmin vətəndaşlarımıza bu müsabiqələrin, yəni gələcəkdə belə deyək də torpaq icarəyə verilmə prosesinə aydınlıq gətirildikdən sonra onlara məlumat veriləcəyi bildirilmişdir. Bugün o məlumatlar bildirilməkdədir. Yəni qeydiyyat üzrə hər kəsə bildirilir ki, artıq bu prosesə aydınlıq gətirilib və bu investisiya müsabiqəsinin elanı var. O elan üzərindən də müraciətlərini etsinlər. Təbii ki, müraciətlər müxtəlif istiqamətlərdədir. Kənd təsərrüfatının müxtəlif istiqamətlərində həm bağçılıq istəyənlər var, həm heyvandarlıq sektoruna dair müraciətlər var.
eləcə də dənli bitkilərin əkilməsi üçün, tarla bitkilərinin əkilməsi üçün müraciətləri var. Bunlar hər biri bizim qeydiyyat sistemimizdə ümumiləşdirilmiş, təhlillər aparılmış və bu təhlillər üzərindən də bu gün belə deyək də baza məlumatları əsasında biz fermerlərimizə məlumatlandırırıq ki, müvafiq qaydada müraciətlərini etsinlər. Çox gözəl. Xocalı və Xocavənd ərazisi daha çox bağçılıq istiqaməti üçün yəqin ki, müraciətlərə açıq olacaq. Laçın isə daha çox heyvandarlıq, düz başa düşdüm. Bəli, əsasən Xocalı və Xocavənd istiqamətində bizdə bağçılıq sahəsidir. Bu, həmin ərazilərin həm torpaq iqlim şəraiti, eləcə də mövcud vəziyyətdə orada olan bağlar göstərir ki, orada bağçılıq sahələrinin genişləndirilməsi üçün imkanlar var. Müxtəlif ərazilərdə su təhlilləri də aparılır, su imkanları da bugün təhlil edilir və mövcud bağların da məhsuldarlıq nəticələri göstərir ki, orada bağçılığı inkişaf etdirmək daha məqsədə uyğun. Bəli, daha məqsədə uyğun və daha davamlı şəkilə gətirməkdir. Laçın rayonunda bizdə əsasən kompakt olaraq bir ərazi əkinçilik məqsədi ilə çıxarılıb, ancaq heyvandarlığa xidmət edən əkinçilik məqsədidir. Çünki orada biz düşünürük ki, Laçın ənənəvi olaraq heyvandarlıq rayonudur və orada bu əkinçilik də intensiv heyvandarlığa xidmət edən layihələri, belə deyək, qəbulunu əsasında dəyərləndiriləcək və burada da dəyər zəncirində daha yaxşı mövqe göstərən layihə təbii ki, qalib olacaqdır. Paralelində Laçında kiçik sahələrimiz də var ki, onları da massivləşdirərək bağçılıqda istifadə etmək üçün belə deyək, elanı verilmişdir və bağçılıq fəaliyyətləri də ancaq lokal şəkildə Laçında olacaqdır. Geri gəlmişkən qalib olacaq dediniz Firidun müəllim, belə bir sual yaranır. Müsabiqənin ümumiyyətlə seçimləri necə həyata keçiriləcək? Yəni deyək ki, bir 100 nəfər şərti olaraq deyirəm, müraciət edəcək, onların arasından ən uğurlu belə deyək də, ideyalar, ən uyğun həm də layihələr yəqin ki, seçiləcək, düzdürmü? Bəli, biz belə deyək də, indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinə olunan müraciətlərdə də rəsmi şəkildə həm cavablandırdığımız, həm də vətəndaş qəbullarında qəbul edilən şəxslərə hər zaman qeydlərimiz ondan ibarət olur ki, fikirlər və ideyalar çox aydın olmalıdır. İşğaldan azad olunmuş ərazilərdə hansı istiqamətdə layihə belə deyək, icrası nəzərdə tutulursa, bunun bir aydın biznes planı olmalıdır, yatırılacaq investisiya görsənməlidir, o investisiya tələblər müəyyən edilməlidir. Ümumiyyətlə, dəyərləndirmədə əsas nəzərə alınacaq məsələlərdən biri də odur ki, həmin layihə həmin zona üçün uyğundurmu və orada bu gərək varmı? Eyni zamanda bu, belə deyək, müasir günün tələblərinə cavab verirmi? Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi bugün kənd təsərrüfatı fəaliyyətlərini Aqrar Subsidiya Şurasının müvafiq qərarları ilə dəstəkləyir. Bu qərarların da hər biri müvafiq bir tələblərə əsaslanır. Ona görə də müraciət olunan layihələrdə məhz o qərarları öz üçün rəhbər tutmuş, belə deyək, biznes planında onlardan istifadə etmiş, o tələblərə cavab verən layihələrə üstünlük veriləcəkdir və qiymətləndirmədə mütləq şəkildə bu dəyərləndiriləcəkdir. Qaldı ki, bəli, oxşar layihələr də olacaq. Burada bayaq qeyd elədik, Cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalarda bu aydın şəkildə göstərilib ki, hansı layihələrə hansı ardıcıllıqla üstünlük veriləcək. Məsələn, yerli sakin olmanın bir üstünlüyü olacaq, bu yerli investora daha çox üstünlük veriləcək. Eyni zamanda burada layihələr, eyni layihələr ola bilər, amma biri dəyər zəncirini daha axıra qədər tamamlamış ola bilər ki, buna da üstünlük veriləcək. İstənilən halda qalib layihələrimizin hər birini çalışacağıq ki, torpaqla təmin edək və mən düşünürəm ki, bu imkanlar var. Sadəcə qalır optimal, dəyər yarada bilən və hesablanmış layihələr olsun ki, mütəxəssislər də onu daha yaxşı dəyərləndirərək kənd təsərrüfatı fəaliyyətlərinə dəstək göstərsin. Təşəkkür edirəm Firidun müəllim, davam edəcəyik. Mən yeni qoşulanları salamlayıram. Fermerin Real dostuna baxırsınız Real TV-də. Çox maraqlı bir mövzuya toxunuruq. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə deməli investisiya müsabiqəsi. Qonağım da dediyi kimi sentyabr ayının əvvəlindən başlayıb və hal-hazırda bu proses gedir. Bununla bağlı bizim özümüzə də Fermerin Real dostuna da dəfələrlə yazanlar
müraciət edənlər var. Odur ki, yaxın əyləşin və bütün suallarınızın cavabını Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürü Firidun Tağıyev cavablandırır. Firidun müəllim, əsas sahibkarlar üçün şərtlər və tələblər. Belə bir siyahı var yəqin ki, istəyərdim ki, bunu bir daha buradan səsləndirək, qoy hamı eşitsin. Bəli, vacib məqama toxundunuz Ruslan müəllim. Şərtlər təbii ki olmalıdır və var burada da. Şərtlər ondan ibarətdir ki, çünki bu investisiya yönümlü layihələr olduğundan burada rentabellik əsas olmalıdır, rentabellik göstəriciləri. Və bu məqsədlə, məsələn, bağçılıqda biz minimum 20 hektar şərti qoymuşuq. Yəni, nəzərdə tutulan layihə 20 hektarı əhatə etməlidir. İdarə olunan suvarma sistemlərinin tətbiqi bir mənalı, belə deyək, vacib şərt kimi qoyulub. Tələb kimi qoyulub. O, mütləq idarə olunan suvarma sistemləri ilə qurulmalıdır layihələr hər biri. Eyni zamanda layihələr nə qədər innovativ üsulları dəstəkləmiş olursa, bu dəstəklənmə nəticəsində də onların şansı daha çox artmış olur, qalib gəlmə şansı. Yəni, sahibkarın əlavə üstünlüyüdür bu. Bəli, sahibkarın əlavə üstünlüyüdür və istər-istəməz bu, belə deyək də, kənd təsərrüfatı fəaliyyətlərinin də dayanıqlılığını təminatıdır və bu dayanıqlı fəaliyyətlər üçün mütləq şəkildə biz innovativ texnologiyalara, belə deyək, bugünün çağırışı olan texnologiyalara üstünlük verməliyik. Təbii ki, bununla yanaşı digər tələblər də var. Müraciət edənləri, müraciət forması bildiyiniz kimi elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsiyləndir. Təbii ki, bu elektron kənd təsərrüfatı informasiya sistemi də ölkənin belə deyək, elektron sistemlərlə inteqrasiya olduğundan o müəyyən məlumatlar da oradan elektron əldə edilə bilir. Bununla yanaşı müraciət edənlərə dair bir sıra maliyyə tələbləri də vardır ki, məsələn, hüquqi şəxsdirsə və ya fiziki şəxsdirsə fərqi yoxdur. Onun son 12 ayda olan maliyyə dövriyyəsi barədə hesabatlığı. Bütün bunlar yoxlanılır. Bəli, onlar lazımdır. Adam burada həqiqətən də işi görə biləcək, yoxsa yox? Təbii ki, bunlar hamısı şərtdir. Eyni zamanda həmin müraciət edən şəxsin vergi borcunun olub-olmaması barədə də arayış əldə olunmalıdır. Bunlar şərtlərdir və bu şərtlər toplusu da düşünürük ki, investorların xeyirində olan şərtlər toplusudur. Sabah onlar hər hansı bir maliyyə risklərindən, belə deyək, üzləşməsinlər. Bununla yanaşı, bildiyiniz kimi, həmin fermerlərimizi, investorlarımızı düşünərəkdən bu il Aqrar Subsidiya Şurasının qərarlarında da müvafiq dəyişikliklər olub. Ölkə üzrə müəyyən göstəricilərin, yəni bitkilər üzrə, belə deyək də, Aqrar Subsidiya Şurasının verdiyi qərarlarda işğaldan azad olunmuş ərazilər fərqləndirilmişdir. 50% Bəli, 50%, ortalama götürsək 50%-in üzərində daha artıq subsidiyalar nəzərdə tutulub. Bunlar hamısı dəstək məqsədini daşıyır. Təbii ki, bunların hamısını, bu üstünlükləri sadalamaqda bizim investorlara çağırışımız da olmalıdır. Eyni zamanda biz bütün ölkə üzrə və hətta ölkə xaricində yaşayan vətəndaşlarımızı, xarici vətəndaşlar belə investor rolunda iştirak edə bilərlər. Bəli, xarici vətəndaşlar da iştirak edə bilərlər. Sadəcə bunun üçün müraciətlər lazımdır və qeyd edim ki, bu investisiya müsabiqələri davamlı olacaq. Bu ilkin olaraq 3 rayonda çıxarılıb. Həmin rayonların özündə və digər rayonlarda da davamlı şəkildə bu müsabiqələr elan olunacaq. Odur ki, izləsinlər. Bəli, Kənd mütləq Təsərrüfatı Nazirliyinin rəsmi veb saytını, sosial medianı, həmçinin ənənəvi medianı və təbii ki, fermerin real dostunu. Bəli, eynən dediyiniz kimi mütləq şəkildə məlumatlı olmaq lazımdır və hazırda cari elanımızın da müddəti çox qalmayıb. Təbii ki, oktyabr ayının 15-i bizim son elan günümüzdür. Düşünürəm ki, həmin rayonlarda investisiya yatırmaq, kənd təsərrüfatı fəaliyyətinə məşğul olmaq istəyən fermerlərimiz tələsməlidirlər, müraciətlərini etməlidirlər ki, müvafiq qaydada qalib gələrək öz fəaliyyətlərini həyata keçirsinlər. Firidun müəllim, yekuna doğru həqiqətən çox qürurluyuq. Bununla bağlı biz sizlə əvvəlki proqramlarda danışmışıq. Bir zamanlar biz o torpaqlara geri dönüş haqqında arzularla yaşayırdıqsa, indi artıq orada təsərrüfatların qurulması haqqında müsabiqələr, investisiya müsabiqələri elan edir Kənd Təsərrüfatı Nazirliyimiz və kənd təsərrüfatı da insan övladının ilk innovasiyası sayılır və kənd təsərrüfatı ilə məşğul olmaq o torpaqlara həm də belə deyək də aborigen xalqı olduğumuzu və o torpaqlarda bizim tarixən mövcud olduğumuzu göstərir. İşğaldan azad olunmuş torpaqlarda böyük işlər görür Kənd Təsərrüfatı Nazirliyi, dövlətimiz. Bu işlərdə şəxsən sizə və bütün Nazirliyin əməkdaşlarına və bu sahədə çalışan zəhmətkeşlərə, fermerlərə, sahibkarlara
uğurlar arzulayıram. Çox sağ olun ki, gəldiniz. Minnətdaram sizə. Təşəkkür edirəm Ruslan müəllim. Təbii ki, qürur vericidir. İşğaldan azad olunmuş ərazilərimizdə görülən işlər belə deyək, möhtəşəmdir. Yəni bunu sözlə ifadə etmək çətindir. O cümlədən bu işlərin bir istiqaməti olaraq da kənd təsərrüfatı fəaliyyətlərinin qurulması, sizlərlə burada biz 2-3 il öncə oradakı torpaq resurslarının varlığı barədə söhbət edirdiksə, bu gün artıq o torpaq resurslarını necə istifadə edirik istiqamətində söhbət aparmağımız bizim bir planlı istiqamətimizin olduğunun göstəricisidir və düşünürəm ki, bu zamanla da daha uğurlu, daha möhtəşəm şəkildə özünü göstərəcəkdir və işğaldan azad olunmuş ərazilərdə qurulmuş kənd təsərrüfatı mən sizi əmin edirəm ki, yaxın zamanda bir model olaraq danışılacaq və dünya o modelə istinad edəcəkdir. Mütləq və o model haqqında da sizdən xahiş edəcəyik Fermerin Real dostunda bizə bütün Azərbaycana və bütün dünyaya məlumat verəsiniz. Çox sağ olun, bir daha minnətdaram sizə Firdun müəllim. Sağ olun. Təşəkkür edirəm. Əziz dəyərli tamaşaçılar və hörmətli zəhmətkeş fermerlər və sahibkarlar, bu verilişi xüsusən sizə həsrlədik. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsindən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürü Firdun Tağıyevlə danışırdıq. Bir daha sonda qeyd eləmək istəyirəm ki, sentyabr ayının 1-dən başlayan müsabiqə elanı, yəni ərizələrin qəbulu oktyabr ayının 15-də başa çatır. Odur ki, öz ərizələrinizi, öz müraciətlərinizi vaxtında elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edin. Əlavə məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinin rəsmi veb saytı, 1652 çağrı mərkəzi var, sosial media, ənənəvi media, hər yerdə məlumat var. Odur ki, öyrənin və təbii ki, hər zaman fermerin real dostuna da baxmağı unutmursunuz. Gələn həftə eyni saatda, eyni televiziya kanalında Fermerin Real dostunda görüşəcəyik. Hələlik.